bizim Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyimiz bütün işlərimiz əlaqəli şəkildə icra olunur. Hər il üçün Nazirlər Kabineti tərəfindən fəaliyyət planı təsdiq olunur. Orada layihələr prioritetləşdirilir və bu prioritetlərə uyğun olaraq həmin o fəaliyyət planı təsdiq olunur və biz həmin o fəaliyyət planına uyğun olaraq işimizi görürük. Və əsasən bu fəaliyyət işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin müşayiətindən ibarətdir. Dəmir yolları, avtomobil yolları, elektrik xətləri, su kanalları, kənd təsərrüfatı əraziləri, şəhərsalma layihələri və s. layihələr üzrə biz bu işlərimizi icra edirik və mən sizə bir şey deyə bilərəm ki, bəzi hallarda mina təmizləmənin bitməsi ilə tikinti işlərinin başlaması demək olar ki, bugün biz işimizi bitiririk, növbəti gün tikinti şirkətləri artıq fəaliyyətə başlayırlar. Up to date 110,000 hectares. Sözsüz ki, 3 il ərzində bu kifayət qədər böyük rəqəmdir. Yəni 110.000 hektar təmizləmə bu bütün deməli operatorlar tərəfindən icra olunmuş bir fəaliyyətdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, birincisi bu 110.000 hektar ANAMA arta icra elədi bu işləri. Və bir şey də qeyd edeyim ki, o 110.000-in yarısından çoxu ANAMA-nın təmizlədiyi ərazilərdir. Qalan ərazilər başqa dövlət qurumları və qeyri-hökumət təşkilatı və deməli özəl kompaniyalar tərəfindən həyata keçirilib. Bu dövr ərzində ANAMA həm maddi texniki bazasının, həm insan resurslarının artıra gəlmişdir. Yəni 2021 ildən başlayaraq ANAMA-nın həm insan resursları, həm maddi texniki bazası arta gəlmişdir. Sözsüz ki, ANAMA fəaliyyətini beynəlxalq humanitar mina təmizləmə standartları üzərində qurur və son 25 il ərzində ANAMA kifayət qədər böyük bir yol keçmişdir. Həm Azərbaycanda, həm Azərbaycandan kənarda ANAMA kifayət sayda layihələr icra etmişdir. Və sözsüz ki, biz başqa ölkələrin təcrübəsini hər zaman öyrənirik və öyrənməyə də davam edəcəyik. Bizim Göygöl rayonunda deməli trening mərkəzimiz var. Trening mərkəzində davamlı olaraq treninqlər keçir və biz demək olar ki, hər gün, hər saat yeni mina təmizləməyənləri hazırlayırıq və bu tədris mərkəzində, bu trening mərkəzində bütün dərslər beynəlxalq humanitar mina təmizləmə standartlarına uyğun həyata keçirilir. Sabah Bakıda beynəlxalq workshopumuz işə başlayır. Mən sizi həmən o tədbirə dəvət edirəm və siz orada bizim işlədiyimiz, bizim əməkdaşlıq elədiyimiz ölkələrin nümayəndələrinin hamısını görəcəksiniz. Dünyada 60-a qədər mina probleminə məruz qalmış ölkə var. Və biz bu ölkələrin demək olar ki, hamısının mina təmizləmə proqramı ilə əlaqələrimiz var. Biz onların çoxları ilə təcrübə mübadiləsi həyata keçiririk, səfərlər olur. Onlar bizim yəni mina təmizləmə sahələrinə səfər edirlər, təcrübəmizi öyrənirlər. Biz başqa ölkələrə səfər edirik. Yəni biz mina təmizləmə, dünyada həyata keçirilən mina təmizləmə proqramlarının demək olar ki, hamısı ilə əlaqəmiz var və əməkdaşlığımız var. Və eyni zamanda biz də öz təcrübəmizlə bölüşməyə hər zaman hazırıq və onu da edirik.
Azərbaycan hal-hazırda minalarla və partlanmış hərbi sursatlarla çirkləmiş ölkələrin birinciləri sırasındadır. Problemin miqyası çox böyükdür. Bir faktı sizə deyim, işğaldan azad olunmuş ərazilərin miqyası təxminən Livanın ərazisi boydadır. Və bu da bu problemin nə qədər böyük olduğunu sözsüz ki, göstərir. İkinci Qarabağ savaşından dərhal sonra Azərbaycanda mina təmizləmə işləri başladı və bugünə qədər davam edir və bu mina təmizləmə işlərinin 95%-dən çox hissəsi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Maliyyə yardımı var, amma problemin miqyası ilə müqayisə etdikdə maliyyə yardımının həcmi çox azdır. Və bu da sözsüz ki, təəssüf doğuran bir haldır. Ona görə ki, Azərbaycan hökumətinin qarşısında işğaldan azad olunmuş ərazilərin bərpası vəzifəsi durur və hamı da anlayır ki, bu kifayət qədər maliyyə tutublu bir hədəfdir. Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilər, hansılar ki, tamamilə dağıdılmışdır, onların bərpası vəzifəsi durur. Həmən ərazilərdən məcburən köçmüş insanların geri qayıtmaq hədəfləri durur və bütün bu hədəflər kifayət qədər maliyyə tutumlu hədəflərdir. Və təəssüflər olsun ki, biz tutaq ki, mina təmizləmə işlərinə sərf etdiyimiz vəsaiti Azərbaycan orada məktəblər, xəstəxanalar, yollar, infrastruktur obyektləri tikə bilərdi, amma Azərbaycan məcburdur ki, həmən vəsaiti mina təmizləməyə sərf eləsin. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağda görülən işlərin əlaqələndirilməsi üçün bir qərargah yaradıldı və bu qərargah fəaliyyətini göstərir. Qərargahın nəzdində bir sıra işçi qruplar yaradılıb və bütün işlər koordinasiya olunur. Və sözsüz ki, hər hansı bir qurum, hər hansı bir təşkilat öz planların həyata keçirəndə birinci növbədə mina təmizləmə işlərini nəzərə alır və biz əlaqəli şəkildə bu işləri görürük. Yəni, əlaqələndirmə kifayət qədər yaxşı səviyyədədir. Təəssüflər olsun ki, bu mina probleminin bir hissəsidir. Bugünkü günə bizim, yəni 20-ci ilin noyabrından bugünə qədər bizim 337 mina qurbanımız var və onlardan 65-i təəssüflər olsun ki, həyatlarını itiriblər. Bizim əməkdaşlar arasında həlak olanlar yoxdur, amma bizim deməli 6 nəfər əməkdaşımız mina partlayışı nəticəsində müxtəlif dərəcəli xəsarətlər almışlar. Sözsüz ki, istənilən mina proqramının, mina təmizləmə fəaliyyətinin bir hissəsi və çox vacib hissəsi maarifləndirmə işlərinin həyata keçirilməsidir. Biz davamlı olaraq maarifləndirmə fəaliyyəti ilə məşğuluq. Bizim deməli 2020-ci ilin noyabrından bugünə qədər təxminən 420 min insan bizim maarifləndirmə fəaliyyəti də əhatə olunmuşdur. Biz maarifləndirmə işlərini müxtəlif istiqamətlərdə aparırıq. Bizim deməli Elm və Təhsil Nazirliyi, UNICEF və ANAM arasında bir fəaliyyət proqramı var, bir əməkdaşlığımız var. Müharibənin təsirinə məruz qalmış rayonların, 10 rayonun məktəblərində mina təhlükəsi dərsləri keçirilir. Yəni, uşaqlar artıq məktəbdən mina nədir, onun təhlükəsi nədir, o təhlükədən necə qaçmaq olar, necə onu keçmək olar,
dərsliklərdə, bu məktəblərdə dərs verilir. Bundan əlavə biz həmin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları üçün maarifləndirmə treninqləri həyata keçiririk. Həmən treninqlərdə iki formatda olur. Biri maarifləndirmə treninqi, biri də TOT formatında olan treninqlərdir. Bundan əlavə bilirsiniz ki, artıq işğaldan azad olunmuş ərazilərə insanlar qayıtmağa başlayıb və həmən insanlar üçün də xüsusi maarifləndirmə proqramları həyata keçirilir. Mina qurbanlarının reabilitasiyası da bizim fəaliyyət istiqamətlərimizdən biridir və bu fəaliyyət istiqamətində deməli biz amputant futbol komandasına belə deyim, himayədarlıq edirik, onları dəstək verməyə çalışırıq, sözsüz ki, burada dövlətin köməyi ilə və hal-hazırda bizim amputant futbol komandamız bu yaxınlarda Şotlandiyada keçirilən bir turnirdə iştirak etdi və növbəti ilin iyun ayında Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazandı. Ermənistan tərəfi əvvəllər ümumiyyətlə mina barədə məlumatları verməkdən imtina edirdilər. Sonradan o məlumatlar bizə təqdim olundu və biz Müdafiə Nazirliyi ilə birlikdə o məlumatları emal edib onu xəritəyə köçürdük və artıq oradakı olan məlumatlarla yerdə üzləşmə edəndə biz gördük ki, deməli, təqdim olunan məlumatların dəqiqliyi 25% civarındadır. Minefield Record deməli 2 səhifədən ibarət bir sənəddir. Həmin sənəd mina sahələrinin qurulan zaman tərtib olunur. Orada müxtəlif cür məlumatlar yerləşdirilir, orada orientir göstərilir, orada koordinatlar göstərilir, orada mina xətlərinin sayı, minaların sayı, növləri və s. bu səpkidə informasiyalar orada öz əksini tapır. Həmən o məlumat deməli emal olunandan sonra biz onu emal edib xəritəyə köçürdürük. Yəni bu hərbi bir prosesdir, prosedurdur. Yəni biz deməli mina təmizləmə fəaliyyəti zamanı istifadə etdiyimiz əsas deməli alət manual demining. Bu bizim əsas alətimizdir. Amma bizim köməkçi vasitələrimiz var. Köməkçi vasitələrdən biri deməli mexaniki mina təmizləmə maşınlarından istifadə olunur. İkincisi heyvanlardan istifadə olunur. Yəni orada həm itlər və qeyd elədiyiniz kimi sıçovullar. İtlər daha geniş miqyasda istifadə olunur. Ümumiyyətlə biz həmişə yeni, innovativ həllərin axtarışındayıq və bu həlləri qəbul etməyə açığıq. Bizə gələn istənilən təklifi biz təhlil edirik, onu araşdırırıq. Bəzi hallarda həmən o təklifi verən şirkətlər Azərbaycana dəvət olunur. Məqsəd ondan ibarətdir ki, öz avadanlıqlarını gətirib Azərbaycanda bizə real mina sahələrində göstərsinlər və mən deyə bilərəm ki, bugünkü gün elə bir yeni texnologiya yoxdur ki, biz ondan istifadə etməyək. Və tam səmimi deyirəm ki, biz bu yeni həllərin, yeni texnologiyaların axtarışındayıq və açığıq onları qəbul etməyə. Əsas şərt odur ki, bu bizim işimizə dəstək versin. İşimizi sürətləndirsin, keyfiyyətini artırsın və ya istifadəyə yararlı olsun. 80-90 nəfər yeni mina axtaran hazırlamaq qabiliyyətindəyik bu dəqiqə. Hal-hazırda bizim deməli təlim mərkəzində rekonstruksiya işləri gedir
və orada yeni korpuslar inşa ediləndən sonra biz ümid edirik ki, bu say bir qədər də artacaq. Bizə müraciət edib mina axtaran kimi çalışmaq istəyən insanlar, vətəni sevən insanlardır ilk növbədə və onlar uzun müddət hamımızın həsrətində olduğumuz Qarabağı daha tez təhlükəli vəziyyətə gətirmək üçün bu riskli işdə çalışmağa hazır adamlardır. Və onların arasında keçmiş hərbiçilər də var, vətən müharibəsində iştirak edən insanlar da var, adi insanlar da var. Sözsüz ki, onlar müəyyən seçim prosesindən keçməlidirlər və o seçim prosesindən keçdikdən sonra əgər onlar təlimlərə yararlı sayılırlarsa, onlar təlimlərə cəlb olunurlar. Treninqlər bitdikdən sonra onlar işə cəlb olunurlar və hardasa 2-3 ay ərzində onlar orada on-job training formasında çalışırlar. Yəni, bütün o iş sahəsinə, iş tələblərinə tam uyğunlaşdıqdan sonra onlar tam şəkildə mina təmizləmə fəaliyyətinə qoşulurlar. Birinci növbədə qeyd etmək istəyirəm ki, mənim üçün böyük şərəfli bir işdir və mən bu vəzifəyə təyin olunmağıma görə cənab prezidentə öz minnətdarlığımı bildirirəm. Sözsüz ki, iş çətin işdir, riskli işdir, amma bu işi görmək lazımdır. Və biz burada Anamada komanda olaraq hamımız bu hədəfə çatmaq üçün işğaldan azad edilmiş ərazilərimizi təhlükəsiz vəziyyətə gətirmək üçün əlimizdən gələni edirik və edəcəyik. Biz ümumi mina təmizləmə işinin bir hissəsiyik. Orada başda ölkə rəhbəri olmaqla cənab prezident, ölkə rəhbərliyi, Nazirlər Kabineti, prezident administrasiyası hamı bu işə fokuslanıb. Bildiyiniz kimi bizdə böyük qayıdış proqramı qəbul olunub. 2030-cu ilə qədər orada hədəflər müəyyən olunub və sözsüz ki, bütün bu hədəflərə nail olmaq üçün biz var gücümüzlə işləməliyik. Yəni, mina təmizləmə orada birinci yerdədir. Bu dəqiqə hansısa dəqiq bir tarix demək bir qədər çətindir, amma mən əminəm ki, o gün gələcək və Qarabağ minalardan azad olacaq, təhlükələrdən azad olacaq.